Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bu gün sizinlə kimya 8-ci sinif yeni dərslikdən artıq ikinci mövzunun izahını bölüşürəm. Elektronların energetik səviyyələr üzrə paylanması. Deməli, keçən dəfə dediyimiz kimi əziz şagirdlər, atom nədən təşkil olunub? Atom nüvədən, müsbət yüklü nüvə və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət elektroneytral zərrəcikdir, hissəcikdir və dediyimiz kimi bu deməli atomun nüvənin ətrafında olan elektron təbəqələri və yaxud da bu təbəqələr bir-birindən enerjilərinə görə fərqləndiklərinə görə dedik ki, həm də bunlara biz nə deyirik? Energetik səviyyələr. Energetik səviyyələr. Və energetik səviyyələr də bir-birindən nə ilə fərqlənir? Enerjilərinə görə fərqlənirlər. Və biz dedik ki, nüvəyə yaxın olan, məsələn baxın, bu birinci energetik səviyyədir. Digəri isə ikinci energetik səviyyədir. Nüvəyə yaxın olanın, nüvəyə ən yaxın olanın, baxın bu birinci energetik səviyyədə, ən yaxın olanın enerjisi nüvəyə nisbətən uzaq olanın enerjisindən həmişə kiçik olur. Yəni Y1, birinci energetik səviyyənin enerjisi kiçikdir Y2-dən. İkinci energetik səviyyənin nüvəyə ən yaxın olanın enerjisi həmişə ikincidən kiçik olur. Və buna görə də elektronlar orbitallara dolarkən, yarım səviyyələr dolarkən bu enerji ilə bağlıdır. İlk öncə elektronlar yarım səviyyələri doldurarkən enerjisi kiçik olan orbitallar, enerjisi az olan orbitallar elektronlarla daha tez birinci dolur. Daha sonra isə digər orbitalların dolması həyata keçirilir. Və bunu deyək ki, burada da yazılıb ki, elektronların yarım səviyyələr doldurma sxemindən göründüyü kimi, elektronların yarım səviyyələr üzrə paylanması 1s2, 2s, üzr istəyirəm, 1s, 2s, 2p, 3s2, 3s, 3p və 4s bu ardıcıllıqla baş verir. Deməli, əziz şagirdlər, biz dedik ki, ümumiyyətlə elektronlar yerləşirlər orbitallarda. Və orbitallar biz dedik ki, S yarım səviyyəsi bir orbitaldan təşkil olunub. Orbital xananı bildirir və maksimum 2 elektrondan ibarətdir. P yarım səviyyəsində 3 orbital olur və orbitalların hər üçündə 2 elektron olarsa əks olan 6 ümumilikdə elektron. D-də də ki, biz dedik ümumilikdə 10 elektron var, 5 orbital var və hər orbitalda da elektronlar bir-birinə əks spindən yerləşirlər. Və elektronların yarım səviyyələr üzrə dolma ardıcıllığı bu şəkildədir. İndi biz desək ki, əgər hər yarım səviyyənin də özünün elektronu olduğuna görə, yarım səviyyələrdə olan elektronlar da biz bu, necə deyərlər, yəni elektron formulunu tərtib edərkən, bu zaman elektron sayıları yarım səviyyələri ifadə edən rəqəmlərin, hərflərin qüvvətinə yazılır. Məsələn, 1s, əgər 2 elektron varsa 1s-də, yazıram 2. Qüvvətində yazıram. 2s, məsələn, ikinci yarım səviyyədə 3 elektron, üzr istəyirəm, S-də maksimum 2 elektron ola bilər. Əgər 2 elektron varsa yazıram üzərində 2. Deməli, elektronlar yarım səviyyələri göstərən hərflərin, yarım səviyyəni ifadə edən hərflərin qüvvətində yazılır. Və əziz şagirdlər, biz dediyimiz kimi, keçən dəfə demişdik, birinci energetik səviyyəmiz də yalnız S yarım səviyyəsindən təşkil olunmuşdur. İkinci energetik səviyyəmizdə həm S elektronları, həm P elektronları, həm S, həm P orbitalları olur. Üçüncü energetik səviyyəmizdə isə həm S, həm P, həm D elektronları olur. Və dolma ardıcıllığını başlayarkən hər hansı bir element üçün biz elektron formulu tərtib edərkən birinci 1s olur. Daha sonra 2s olur. Əgər yenə də zərurət yaranarsa 2p, sonra 3s, 3p, daha sonra 4s və s. bu ardıcıllıqla baş verir. Deməli, əziz şagirdlər, məsələn, azot nümunəsini gətirim. Azotun bildiyimiz kimi 7 elektronu var. Yəni, sıra nömrəsi 7-dir. Neytral halda biz də bilirik ki, sıra nömrəsi proton sayı, yəni elektrona bərabərdir. Ona görə də 7 elektronu var və biz onun üçün elektron konfiqurasiyasını tərtib edək. Yazıram müsbət 7, yəni proton sayı 7-dir azot.
İlk öncə biz dedik ki, elektronlar dolan zaman nəyə diqqət edirik? Birinci 1s yarım səviyyəsində olan elektronları yazıram. 1s. S-də də ki biz dedik ki, maksimum 2 elektron ola bilir. Elektronda biz dedik harda yazılır? Hərfin yarım səviyyəni ifadə edən hərfin üzərində. 1s2. Bizim ümumilikdə 7 elektronumuz var. Hələ 2 elektronumu burada yazdım. Neçəsi qalıb? Hələ 5-ini mən davam edə bilərəm. 5 elektron çatmır. 1s-dən sonra, baxın burada kitabda da qeyd olunub, paylanma nədə olur? 1-də birinci energetik səviyyəsi yalnız S yarım səviyyəsindən təşkil olunub. Ona görə də avtomatik mən 1s2-ni yazdıqdan sonra hələ 5 elektronum qalıb, keçirəm ikinci energetik səviyyəmə. İkinci energetik səviyyədə də 2 yarım səviyyədən təşkil olunub. S-dən və P-dən. Birinci S-i yazmalıyım. 2s. S-də də maksimum neçə elektron olur dediyimiz kimi 2 elektron. Yazırım 2s2. İndi gəlin üstləri toplayaq. 2 üzərinə gəlsin 2. 4 elektron. Bizim 7 elektronumuz olmalıdır. Hələ 3 elektron yenə də yaza bilərik. 2s-dən sonra nədə olur? 2s-dən sonra baxın paylanma necə baş verir? 2p. Yazıram 2p. P'də də biz demişik maksimum neçə elektron ola bilər? Maksimum 6. Bizim 3 elektronumuz çatışmır. Çünki niyə? 1s2-də 2 dənə, 2s2-də 2 dənə, ümumilikdə oldu 2 üzərinə gəlsin 2, 4, 7 elektronumuz olmalıdır. 7-dən çıxıram 4-ü, 3 elektronumuz çatmır. Biz də bilirik ki, P yarım səviyyəsində maksimum 6 elektron olur. 3 yəni yaza bilərəm də bura. 2p3. Deməli elektron konfiqurasiyamız oldu nə? 1s2, 2s2, 2p3. Artıq elektronlar 2 üzərinə gəlsin 2, üzərinə gəlsin 3, 7 olduğuna görə elektron konfiqurasiyamız tamamlanmış oldu. Daha sonra kükürt üçün yazım. Kükürdün sıra nömrəsi müsbət 16-dır. Yəni elektron sayı, proton sayı atom halında proton neytrona bərabər olduğu üçün 16 elektronumuz var və elektron konfiqurasiyasını tərtib edək. Deməli, birinci nə yazıram? Birinci hansı yarım səviyyələr dolma baş verir? Birinci energetik səviyyənin S yarım səviyyəsi. 1s. S-də də maksimum neçə elektron olur? 2. Bizim 16 elektronumuz olmalıdır. İkisi buradadır. Hələ 14 dənəsi qalıb. 1s-dən sonra dolma necə baş verir? Gəlir 2s. İkinci energetik səviyyənin S yarım səviyyəsi. İkinci energetik səviyyənin də S yarım səviyyəsində S-də maksimum neçə elektron olur? 2 elektron. Ümumilikdə 2 üzərinə gəlsin 2 oldu 4 elektron. 16 elektronumuz 4'ü var. Neçəsi çatışmır? 12'si. Davam edirəm. 2S-dən sonra nə də olur? 2 P-də olur. P-də maksimum neçə elektron ola bilər? 6 elektron ola bilər. Əgər mən P-də maksimum 6 elektron yazsam, 4 əvvəldə var idi. 6 o da 4, 10. Hələ bizim 6 elektronumuza çatmır. Maksimum səviyyədə yaza bilərəm də. Onda 6 yaza bilərəm. 2P 6 yazıram. Ümumilikdə oldu 4 o da 6, 10 elektronumuz var. Hələ 6'sı çatmır. 2P 6'dan sonra nədə olur? 2P'dən sonra 3S. 3 də biz bilirik. 3-cü energetik səviyyəmizdə həm S, həm P, həm D elektronları olurdu. Düzdür? Deməli, 3P 2P6, sonra gəlir nə? 3S2. S-də maksimum 2 olduğuna görə yazıram 3S2. Üzərini toplayıram. 2 üzərinə gəlsin 2, 4. 4 o da 6, 10. 10 o da 2, 12. Hələ bizim 16 çıxılsın 12, 4 elektronumuz çatmır. 3S-dən sonra nə də olur? 3P-yə elektronlar dolur. P-də də maksimum 6 elektron ola bilər. Bizim 4 elektronumuz çatmır. Yaza bilərəm də üzərində 4. Yazdım 4. 2 üzərinə gəlsin 2. Elektronları üstləri, qüvvətləri toplayın. 2 üzərinə gəlsin 2. 4. 4 üzərinə gəlsin 6. 10. 10 üzərinə gəlsin 2. 12. 12 üzərinə gəlsin 4. 16. Həqiqətən də 16-nı ala bildik. Baxın, bu üstdə yazılan rəqəmlər ki var. Bunlar cəmləyəndə həmin o elektronun sıra nömrəsini bizə verməlidir. Əsasən dolma ardıcıllıqlarını bilin. Bir də bilin ki, S-də maksimum 2 elektron, P-də maksimum 6 elektron, D-də maksimum 10 elektron yerləşə bilər. Məsələn, mən heç vaxt yaza bilmərəm ki, 1S3. Niyə? Çünki S-də maksimum 2 elektron ola bilər. Yaza bilmərəm ki, 2P7. Mümkün deyil. Artıq əgər elektron burada necə deyim, çatışmırsa, növbəti yarım səviyyə və yaxud da növbəti energetik səviyyə yaranmış olur. Bunu da müəyyən qədər başa düşə bildik. İndi deməli uşaqlar, biz yenidən yazıram. Azot müsbət 7, elektron konfiqurasiyasını necə yazdı? 1s2, 2s2, 2p3. İndi gəlin biz bunu atoma keçirək. Azot atomu yazıram, azot atomudur. Bu nüvədir, müsbət yüklü nüvə. Onun ətrafında hərəkət edən nə?
elektronlar. Düzdür uşaqlar? Baxın, bu nə idi? Bu birinci energetik səviyyəmiz idi. Birinci energetik səviyyədə bu qarşıda yazılan rəqəm ki var, bu energetik səviyyəni bildirir. Bu birinci energetik səviyyə, bunlar ikisi ikinci energetik səviyyə, düzdür? Birinci energetik səviyyəmizdə neçə elektron var? 2 elektron. Bax, yazıram. Burada 2 mənfi, burada da mənfi 2 elektronumuz var. İkinci energetik səviyyəmiz, baxın, burada 2s2-də 2 dənə, 2p-də də 3 dənə. Ümumilikdə ikinci energetik səviyyəmizdə neçə elektron oldu? 5 elektron. 1, 2, 3, 4, 5. Mənfidə, təsəvvür edin, ortasında mənfi var. Mənfi işarəsi. Deməli, ümumilikdə 7 elektronumuz var. Onun ikisi birinci energetik səviyyədə, yerdə qalan 5-i isə ikinci energetik səviyyədə yerləşir. Və eyni zamanda energetik səviyyələrdən, baxın, bu sonuncu, necə deyim, azot atomu üçün ikinci elektron təbəqəsi sonuncu, xarici təbəqə adlanır. Baxın, bu ikincidir. Ən xarici olan təbəqəsi hansıdır? İkincisidir. Birinci nisbətən daxildə nüvəyə yaxın yerləşir. Və energetik cəhətdən müqayisə eləsək, nüvəyə yaxın yerləşənin enerjisi daha az olur və eyni zamanda dolma da, baxın burada yazılıb. Dolma əvvəlcə enerjisi az olan orbitallarda olur. Hansı yaxındırsa nüvəyə, əvvəlcə onlar da olur. Məsələn, 1s birinci energetik səviyyə yaxın olduğuna görə dolma oradan baş verir. Bunu da məncə müəyyən qədər başa düşdünüz. Kükürddə də sonuncu energetik xarici təbəqəmiz 3-cü energetik səviyyəmizdir. Çünki 3s 2, 3p4 ilə bitir. 3-cü energetik səviyyə ilə bitir. Gəlin indi növbəti 2 nümunə üzərində elektron formullarını izah edim. Daha sonra keçək dərsin digər hissəsinə. Məsələn, yazıram burada. Burada müxtəlif elementləri verilib. Mən karbonu yazım. Karbon sıra nömrəsi müsbət 6-dır. 6 protonu var, 6 elektronu var neytral halda azot atomunun. İndi mən yazıram. Karbon, üzr istəyirəm, karbonun. Birinci hansı energetik səviyyəmizdə olur? Birinci energetik səviyyəmiz. Birinci energetik səviyyədən də hansı yarım səviyyə? 1s. 1s2. Bizim ümumilikdə 6 elektronumuz var. Neçəsi çatmır? İkisini yazdım. Neçəsi çatmır? 4-ü. Sonra 1s-dən sonra nədə olur? 2s. 2s-də də s-də maksimum neçə elektron olur? 2. Yazıram 2. Üzərlərini toplayın. 2 üzərinə gəlsin 2, 4. 6 elektronumuz olmalıdır. Hələ ikisi çatışmır. Sonra gəlir 2 nə? P. P-də də 2 dənə. Ümumilikdə oldu neçə elektron? 6 elektron. Deməli 1s2, 2s2, 2p2. Və deməli əziz şagirdlər, bunun dərsin digər davamı hissəsini izah edim. Və uşaqlar, əgər biz bu elektronları orbitallara düzmək istəsək, onların qrafik formulunu tərtib etmək istəsək, orbitallar formasında qeyd eləyərik. Və orbitalları qeyd eləyəndə də müxtəlif qayda qanunlar var. Biz dedik ki, hər bir orbital xana ilə təsvir olunur. Və xana ilə təsvir olunarkən bu zaman bəzi qaydalara əməl etməliyik. Deməli, orbitallarda yerləşən elektronlar hər bir orbitalda maksimum 2 elektron yerləşə bilər. Və bu elektronlar bir-birinə əks spinlə yerləşməlidir. Məsələn, baxın, orbitallar ox işarəsi, üzr istəyirəm, elektronlar orbitalda ox işarəsi ilə işarə olunur. Məsələn, bir orbital çəkdim. Orbitalda 2 elektron. Biri yuxarı, biri aşağı olmalıdır. Hər ikisi eyni anda bir orbitalda elektronlar yuxarı, hər ikisi eyni anda orbitallar aşağı ola bilməz. Bu yanlışdır. Deməli, bir orbitalda ən çoxu 2 elektron yerləşə bilər və o elektronlar bir-birinə əks istiqamətdə, yəni əks spinlə yerləşməlidir. Bu düzgün yazılış formasıdır. Bu V, bu ikisi isə X. Daha sonra, əgər elektronlar görsək ki, necə deyim, bu qrafik təsvir olunarkən orbitalda elektron tək olarsa, baxın, bir elektron çəksəm əgər, bu zaman bilməliyəm ki, bu cütləşməmiş elektrondur. Nədir? Cütləşməmiş elektrondur. Əgər orbitalda elektronları bu şəkildə yazsam, bir orbitalda hər iki elektron olsa, bu cütləşmiş olur. Çünki biz niyə? Biz dedik ki, bir orbitalda maksimum 2 elektron yerləşə bilər. Yəni 1 də ola bilər.
1 və 2 ola bilər. Ən çoxu 2 elektron. Əgər 2 elektronların ikisi də yerləşsə, deməli cütləşib bu elektron. O 2 elektrondan biri yerləşərsə, deməli bu elektron necə elektrondur? Orbital cütləşməmiş orbital, cütləşməmiş elektronlar adlanır. Daha sonra dedik ki, orbitalda elektronlar əks spinlə yerləşir və eyni zamanda, məsələn, mən hər hansı bir elementin elektron konfiqurasiyasını yazıram. Alüminium üçün yazayım. Alüminium müsbət 13-dür. 13 elektronu var. Yazıram. Birinci energetik səviyyənin S yarım səviyyəsində olur. 1S neçə? 2. S-də maksimum 2 elektron olur. Sonra gəlir ikinci energetik səviyyənin S yarım səviyyəsi. 2S, S-də maksimum 2 elektron olur. Sonra ümumilikdə 4, 13-dən 4, 9 hələ elektronumuz qalıb. Sonra gəlir nə? 3S, S-də də üzr istəyirəm. 2-də həm S yarım səviyyəsi var idi, düzdür? Həm də P. Sonra gəlir nə? 2P 6. Mən görürəm ki, maksimum yazanda yenə də elektron çatışmamazlığı yaranır. Çatışmazlığı daha doğrusu. 2 üzərinə gəlsin 2, 4, o da 6, 10 elektron. Hələ bizim 3 elektronumuz çatmır. Sonra yazıram 2P6-dan sonra nə də olur? 3S də olur. S-də də maksimum neçə elektronum ola bilər? 2. Yazıram 3S2. 4 üzərinə gəlsin 6, üzərinə gəlsin 2. Olur neçə? 12, 1 elektronumuz çatmır. 3S-dən sonra da olur 3P, elə 1 elektronumuz çatmır, üzərində yazıram 3P1. Düzdür? İndi gəlin əziz şagirdlər, bu elektronları, orbitalları dolduraq. Qrafik formulunu tərtib edək. 1S2. Biz dedik ki, S-də maksimum 2 elektron olur. Hər bir orbitalda da maksimum 2 elektron yerləşə bilər. Deməli, bunun üçün bizim bir orbital çəkməyimiz, bir dənə xana çəkməyimiz kifayətdir. Bir xana çəkirəm. Hər bir xanada maksimum neçə elektron ola bilər? 2 dənə. Elə 1S2-dir. Biri yuxarı, biri aşağı mütləq ki olmalıdır. Daha sonra keçirəm 2S-ə. S-də neçə elektron olur? Maksimum 2 elektron. Orbital çəkirəm. 1, 2S2. Bu 1S2, bu da 2S2. Sonra gəlir P. Biz dedik P-də 3 orbital olur. 3 orbital çəkilir P-də və orbitallar elektronla doldurulur. İndi əziz şagirdlər, baxın buna diqqət eləyin ki, orbitallarda elektronlar dolarkən əgər məsələn bunlar cütləşmiş idi deyə, 2 elektron var idi deyə, bu qayda bunlar üçün keçərli deyildi. Burada isə birinci orbitallar tək-tək doldurulur elektronlara. Əgər artıq nə varsa, yenə də həmin orbitalların yanına yazılır. Elektronların yanına yazılır. Baxın, 2P6 düzdür. Hərəsini tək-tək yazayım. 1, 2, 3. 3 elektron yazdım. 2P6-da axı burada hələ 3 elektron da qalıb. Digər hissəsi əgər artıq qalarsa yenidən birinci orbitaldan deməli başlayıram cütləşdirməyə. 1, 2, 3 var idi. 4 elektron, 5 elektron, 6 elektron. Deməli 2P6 3 orbital çəkdim. Hər orbitalda 2 elektron. Və elektronların dolma ardıcıllığına diqqət eləyərkən birinci elektronlar orbitallarda tək-tək düzülür. Daha sonra isə əgər zərurət yaranarsa yanına elektron gətirilir və cütləşirlər. Daha sonra 2P6-dır bu. Sonra gəlir 3S2. S-də biz dedik ki 2 elektron olur maksimum və bunun üçün bir orbital kifayətdir. Çünki bir orbitalda maksimum 2 elektron ola bilər. Sonra gəlir P. P-də neçə orbital var? 3 orbital var. Hər orbitalda 3 orbital, yəni 3 dənə xana. 3P1, elə 1 elektron var. 1 elektron yazdım birinci xanaya. Kifayətdir. 3S1. Deməli, elektronların orbitalları dolma ardıcıllığında müəyyən qədər düşünürəm ki, izah edə bildim. Və növbəti bir nümunə üzərində izah edək. Yazım ki, sıra nömrəsi 18 olan elementi yazım. Sıra nömrəsi 18. Deməli, nə yazıram? 1S2, 2S2, 2P6, 3S2, 3P6. Üstlərini toplasam 2 üzərinə gəlsin 2, 4. 4 üzərinə gəlsin 6, 10. 10 üzərinə gəlsin 2, 12. 12 üzərinə gəlsin 6, 18. İndi gəlin bunun qrafik formulunu yazaq. Bu elektronları nəyə köçürək? Orbitallara. 1S2. S-də maksimum 2 elektronumuz var və bunun üçün bir orbital kifayətdir. Biri yuxarı, biri aşağı əks spinlə yazdım.
Sonra gəlim S. S-də yenə də bir orbital kifayətdir. Biri yuxarı, biri aşağı. Sonra gəlir P. P-də P yarım səviyyəsində 3 orbital var və bu orbitallar da elektronlar dolarkən biz nə dedik? Ardıcıl tək-tək düzülür. 1, 2, 3, 6 elektronumuz var. Digər üçündə ardıcıllıqla yenə zərrət var. 3 dənə sələ qalıb yanlarını doldururam. 4, 5, 6. Sonra gəlir 3s2. S-də bir orbitalımız kifayətdir. Orbitallar əks spindən yerləşir. Sonra gəlir 3p6. P-də də ki 3 orbital. Hər orbital elektronlar tək-tək düzülür. 1, 2, 3, 4, 5, 6. Doldu. Deməli bu şəkildə baş verir. Əgər bəzən ola bilər ki, məsələn birinci elementimiz hidrogen 1s1-dir elektron konfiqurasiyası, çünki hidrogenin 1 elektronu var. Bunun üçün də S-də S üçün bir orbital kifayətdir. Bir orbital. Orbitalda da neçə elektronumuz var? Baxın, bir elektronumuz var. Birini yuxarı yazdım. Daha yanına yəni elektron yazmıram. Çünki daha artıq elektrona ehtiyacımız yoxdur. Çünki elə hidrogenin özünün bir elektronu var. Bugünkü dərsimiz bura qədər. Gələn dərslərdə mən sizə 4-cü energetik səviyyənin də elektronlarla necə dolduğunun izahını verməyə çalışaram. Ümid edirəm ki, dərs hər birinizə yararlı oldu. Başa düşmədiyiniz nə varsa rəy bölməsində yaza bilərsiniz. Cavablaya bilərəm. Növbəti dərslərdə görüşənədək.